Yəni mənim gördüyüm Azərbaycan bir talış dövlətidir. Nəyə görə? Azərbaycanın adı İrani bir addır. Azərbaycan adının talış dilində açması var. Yəni Azərbaycan adının mənası var. İndi nə bilim odlar yurdu filan 50 dənə gic zadlar keçirdiblər. Təbii ki, dövlət quruculuğudur, olmalıdır, amma bunun talış dilində mənası var. Yəni Azərbaycan adının özü bir mənası yoxdur, bir neçə mənası var. Həmçinin baxın, Azərbaycanın dövlət bayramlarına baxın. Əsas bayram Novruzdur. Daha sonra Yeni il qeyd edilir və ardınca da Qurban bayramı. 3 bayram daha təntənəli şəkildə qeyd edilir. Və bunlardan ən çox qeyd ediləni, ən yaxşı qeyd ediləni Novruz bayramıdır. Hansı ki, bu da İrani bir bayramdır. Bu İranlılara məxsusdur, biz talışlara məxsus bir bayramdır. Digər tərəfdən Qurban bayramı müsəlman bayramıdır, ümumidir və Yeni il bayramı da xristianlara aid bayramdır. Türklərə aid hansı bayram var bizdə? Ümumiyyətlə türklərin hansı bayramı olubmu? Türklərdə belə bir bayram adət-ənənəsi yoxdur.